Salam əziz abituriyentlər, şagirdlər və müəllimlər. Bugün Nizami Gəncəvinin Yaralı bir uşağın dastanı əsərinin təhlilini sizlərlə bölüşəcəm. Başlayaq. Azərdə böyümüşlər cərgəsindən bir uşaq 2-3 həmyaşı ilə çölə çıxdı, keyfi çağ. Deməli, burada Azad böyümüşlər cərgəsindən bir uşaq 2-3 həmyaşıdı ilə çölə çıxır və çölə çıxanda uşağın keyfi çağ idi. Yəni yaxşı idi. İndi gəlin buradan bir neçə məlumat verim sizə. Deməli, əgər testlərdə desə ki, dəqiq sayı verilib, uşaqların dəqiq sayı verilib, bu fikir yanlışdır. Təxmini sayı verilib. Təxmini sayı da dəqiq sayı deyil. Və testlərdə versə ki, 3-4 uşaq da versə, bunu da doğru götürürsünüz. Niyə? Çünki burada deyir ki, bir uşaq 2-3 həmyaşıdı ilə çölə çıxdı. Deməli, bu 2-3 deyəndə ayağı sınan uşağı nəzərdə tutmayıblar. Ona görə də biz burada 3-4 uşaq da desə doğru götürəcəyik. Bu 3-4 uşağın içinə həm dostu, həm özü, həm də düşməni daxildir. Amma 2-3 deyəndə yalnız dostu və düşməni, dostlar və ya düşmən bu formada daxildir. 2-3 deyəndə ayağı sınan uşağın özü daxil deyil. Çünki burada deyir bir uşaq 2-3 həmyaşıdı ilə çölə çıxdı. Elə ki, yola düşdü bu uşaq birdən-birə, yürürkən ayağı sürüşdü, dəydi yerə. Deyir ki, uşaq gəzərkən ayağı sürüşüb yıxılır. Elə bərk yıxıldı ki, sındı birdən ayağı, qırılmışdı çox yaman varlığının dayağı. Buradakı varlığının dayağı məsələsi ayaq nəzərdə tutulur. Uşağın ayağı. Ümumiyyətlə, ayaq məsələsi. Çünki ayaq varlığın dayağı kimi qiymətləndirilir. Ümumiyyətlə, testlərdə versə ki, uşaqlardan biri onu yıxır, ayağını qırır. Bu fikir yanlışdır. Hər hansı bir səbəb desə, bunu da yanlış götürürsünüz. Yalnız və yalnız uşaq özü yıxılır. Yəni, gəzərkən ayağı sürüşmüş olur. Heç bir dostunun günahı deyil. Uşağın yaşıdları batdılar bundan qəmə, heç ayrı axtardılar bu qəmə, bu matəmə. Deməli, uşağın ayağının qırılmasını matəm deyərək qeyd edirlər və buradakı uşaqlar bir-birləri ilə yaşıd idi. Və məsəl üçün, testdə deyə bilər ki, uşağı xilas edən düşmən ondan kiçik idi və ya belə deyə bilər ki, uşaqdan kiçik olan düşmən onu xilas eləmiş olur. Bu fikir yanlışdır. Həm yaşıddılar. Yəni, yaşları eynidir. Və uşağın yaşıdları bundan qəmə batırlar. Yəni, pis olurlar. Yəni, desə ki, heç bir, belə deyək, pis olmurlar, heç nə düşünmürlər. Bu kimi fikirlər yanlışdır. Pis olurlar. Onu sevən bir uşaq dedi. Onu sevən, yəni dostu, bir uşaq dedi. Çarə var gerçək, gəlin onu quyunun lap dibində gizlədək. Deməli, hansı çarəni deyir? Deyir ki, gəlin onu quyunun dibində gizlədək. Bu məqam İslam motivinə aiddir. Nizami Gəncəvi İslam motivindən istifadə edib. Deməli, Yusif Peyğəmbəri də öz qardaşları quyunun dibində gizlədiblər. Ona görə də həmin bu məqamdan istifadə edərək Nizami Gəncəvi də öz əsərində bu məqamı gizli şəkildə qeyd eləmişdim. Ta ki bir gündüz kimi olmasın bu aşkar bu sir, atasından xəcalət çəkmək yaxşı deyildi. Oradakı uşaqlardan uzaq görən bir nəfər, burada uzaq görən düşmən nəzərdə tutulur. Şikəst olmuş uşağın düşməni idi, müxtəsər. Ümumiyyətlə, gəlin baxaq.
Hansı əsərlərdə şikəst uşaq obrazına yer verilib? Gəlin qeyd edək. 1. Elə bu əsər yaralı bir uşağın qısa yazdım. 2. Qızıl Gönçələrdə hansı obraz Süreyya obrazı şikəst olmuşdur. Deməli, nə dedik? Şikəst olmuş uşaq obrazlarına yer verilib bir yaralı bir uşağın dastanında, bir də Qızıl Gönçələr əsərindəki Süreyya obrazı. Bu halı ölçüb biçdi, sonra düşündü biraz. Öz-özünə dedi. Bu sir gizlində qalmaz. Deməli, öz-özünə düşünür. Yəni, bunu heç kim demir. Amma bu uşaq, yəni dostu deyəndə səsli demiş olur. Səsli deyir. Mən ki, həmin uşağın bir düşməniyəm demək, bu işi eşidənlər yəqin məndən biləcək. Bu uşaq, düşmən, heç bir çarə irəli sürmür. Birbaşa atasına xəbər verir. O da gəlib oğluna çarə gördü bir təhər. Deməli, atanın çarə etdiyini bilirik. Amma nə çarə etdiyini bilmirik. Məsələn, həkimə mi aparır, başqa bir çarə mi tapır, onu bilmirik. Hər kimdə ki vardısa ağıllıq cövhəri, o bacarır. Hər işi parlar onun gövhəri. Biz bu məqamı əsərin ideyası kimi götürə bilərik. Fələklərin bəndini açar ancaq o qoçaq ki, basa bilsin onun başına bir gün ayaq. Fələyin az-çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçmişdi fələkləri. Burada Nizami öz adından istifadə edib, amma müraciət etməyib. Gəldik bəzi məsələləri qeyd eləməyə. Deməli, uşağı desələr ki, uşağı quyuya atırlar, bu fikir səhvdir. Və ya uşağı quyuya atmağa cəhd göstərirlər, bu fikir də səhvdir. Sadəcə o fikri irəli sürürlər. Nə cəhd göstərirlər, nə də quyuya atırlar. Bu məqama xüsusi diqqət yetirin. Deməli, insanın düşməni də ağıllı addım ata bilər. Yaralı uşağın atası uşağa çarə edir, amma nə etdiyini bilmirik. Deməli, uşaq bərk yıxılır. Yüngül yıxılır desə yanlışdır, bərk yıxılmış olur. Uşaqlar bunun uşağın ayağını sınmağın matəm deyərək qeyd edirlər. Uşaqlar niyə onu quyunun dibində saxlamaq istəyirlər? Çünki atadan xəcalət çəkmək istəmirlər. Yəni, quyunun dibində saxlamağın səbəbi verilib. Səbəbi verilib ki, atasından xəcalət çəkmək istəmirlər. Deməli, düşmən bu halı ölçüb biçir. Deməli, dostla, gəlin burada qeyd edək, dostla düşmən arasında gəlin bir neçə fərq deyək. Deməli, dost çarə ilə irəli sürür, amma düşmən çarə irəli sürmür. Birbaşa atasına xəbər edir. Sonra, düşmən ölçüb biçir.
Amma dost bunu etmir. Yəni bu formada biz bunları əlaqələndirə bilərik. Öz-özünə deyir düşmən, öz-özünə deyir ki, bu sir gizlində qalmaz. Mən ki, həmin uşağın bir düşməniyəm. Bu eşidənlər məndən biləcək. Bu formada biz əlaqələndirə bilərik. Deməli, insanın düşməni də ağıllı addım ata bilər. Uşağın düşməni müəllif tərəfindən uzaq görən adlandırılır ha. Yəni oradakı insanlar, obrazlar tərəfindən adlandırılmır. Gəlin qafiyə quruluşuna da nəzər yetirək. Baxaq görək qafiyə quruluşundan nələr deyə bilərik. Aha. İlk qafiyə quruluşundan danışaq. Deməli, qafiyə quruluşu necədir? Baxın, buradakı uşaq, çağ, qulaq qafiyəsidir. Deməli, qulaq qafiyəsindən istifadə edilib. Deməli, birə, yerə. Bunu da B formasında, çünki birincilərlə heç bir əlaqəsi yoxdur. Biz bunu yoxsul qafiyə kimi qeyd edə bilərik. Ayağı, dayağı. Bunun da heç birinci və ikincinin əlaqəsi yoxdur deyə fərqli hərf qoyuruq. C formasında. Biz bunu tam qafiyə kimi götürə bilərik. Çünki bir neçə səsi bir-biri ilə tam uyuşur. Qəmə, matəmə DD formasında qafiyə quruluşunu DD formasında qeyd edə bilərik. Bunu YY formasında və s. Bu formada biz bunları qeyd edə bilərik. Məsələn, buradakı nəfər və müxtəsər yoxsul qafiyə kimi qeyd edə bilərik. Çünki iki səs bir-biri ilə uyuşmuş olur. Məsələn, az qalmaz. Bunu da qeyd edə bilərik. Demək, biləcək. Biz bunu qulaq qafiyəsi kimi qeyd edə bilərik. Xəbər, birtəhər. Bunu biz yoxsul qafiyə kimi qeyd edə bilərik. Cövhəri, gövhəri tam qafiyədir. Qoçaq və ayaq qulaq qafiyəsidir. Bu formada qeyd edə bilərik. Deməli, qafiyə quruluşu necə oldu? A, B, C, D formasında qafiyələndi. Biz bu qafiyələnməyə cüt qafiyələnmə də deyə bilərik. Cüt qafiyələnmə də deyə bilərik. İndi gəlin bəzi testlərdə qarşımıza çıxa biləcək məqamlar sizlərə nəzərinizə çatdırım. Məsələn, testlərdə deyə bilər ki, qəzəl janrında olduğu kimi
Məsnəvinin də mətləb beyti AA formasında qafiyələnir. Biz bu fikri doğru götürə bilərik. Məsələn, qəzəl, qəsidədə mətləb beyt AA formasında qafiyələnib, məsnəvi də həmçinin mətləb beyti AA formasında qafiyələnib. Amma biz bunu axıra kimi bu formada qafiyəni eyni götürə bilmərik. Çünki məsnəvidə cüt-cüt qafiyələnmə var. Amma qəzəl və ya qəsidədə yalnız birinci beyti, mətləb beyt cüt-cüt qafiyələnir. Məsələn, testlərdə deyə bilər ki, Yaralı bir uşağın dastanı əsərində olduğu kimi Sığmazam əsərində də hər beyt cüt-cüt qafiyələnib. Bu yanlışdır. Çünki Sığmazam qəzəl janrındadır və qəzəlin yalnız mətləb beyti, yəni birinci beyti AA cüt-cüt qafiyələnib. Amma Yaralı bir uşağın dastanında hər beyt cüt-cüt qafiyələnib. Çünki məsnəvi janrındadır, məsnəvi formasındadır. Ona görə də biz bunu bu formada qeyd edə bilərik. Məsələn, deyə bilərik ki, Rübai və ya Tuyuğun birinci və ikinci misraları məsnəvi ilə eyni qafiyələnir. Bunu da doğru götürə bilərik. Çünki biz dedik ki, Rübai və ya Tuyuğun birinci və ikinci misraları AA formasındadır. Məsnəvilə də ilk beyt AA formasında qafiyələnib. Yəni bu kimi məqamlar testlərdə qarşınıza çıxa bilər. Məsəl üçün deyə bilər ki, Rübainin orta misraları məsnəvi ilə həm qafiyədir, yanlışdır. Çünki ortanı biz AB formasında götürsək yanlışdır. Çünki məsnəvi AA formasındadır. Ona görə də bu məsələlərə diqqət yetirin. Əlavə olaraq nəzm beyt vahidi beytdir. Şeir şəkli ikilik şəklindədir. Biz şeir şəklini necə müəyyən edirik? Misraların sayına görə. Məsələn, bir bənddə 4 misra varsa, deməli bunun şeir şəkli dörtlükdür. Əgər məsəl üçün bir beytdə 2 misra varsa, bunu biz ikilik götürürük. Yəni bu formada misraların sayına görə müəyyən etmiş oluruq. Mənzum hekayə janrındadır, epik növdədir. Müəllif təhkiyəçi rolunda çıxış edir. Vahid süjet xəttinə malikdir. Yəni bu kimi qeydləri vermək olar. Gəlin. Bir də əruz vəznində yazılıb. İndi keçək forma xüsusiyyətlərindən vacib məqamları qeyd eləməyə. İnversiyanın işlənməsi. Uşaqlar, yadınızda saxlayın. İnversiya var, amma bütün beytlərdə yoxdur. Yalnız 5-ci və 9-cu beytdə yoxdur. Gəlin baxaq. Deməli 5-ci beyt və 9-cu beyt. Deməli onu sevən bir uşaq dedi. Baxın, burada inversiya yoxdur. Bir də burada mən ki, həmin uşağın bir düşməniyəm demək, bu iş eşidənlər yəqin məndən biləcək. Burada da inversiyadan istifadə edilməyib. Təkrirdən istifadəni götürə bilərik. Bu əsərdə təkrirdən istifadə edilib, amma yalnız bir beytdə. O da qəmə ifadəsi təkrirdir. Bir beytdə təkrirdən istifadə edib. Təşbihdən istifadə var, yalnız bir beytdə. O da burada. Ta ki bir gündüz kimi olmasın aşkar bu sir. Burada təşbihdən istifadə edilib. İndi keçək kulminasiya, ekspozisiyanı deyək. Deməli, ekspozisiya bir uşağın 2-3 həm yaşıdı ilə çölə çıxması. Zaviyaska uşağın ayağının sınmasıdır. Dostun tədbir görməsidir. Kulminasiyada düşmənin düşünməsi,
uşağın atasının xəbər verməsi, razvyaskada isə uşağın atasının gəlib oğlunu aparması, finalda isə müəllifin fikirlərini qeyd etmək olar. Testlərdə verə bilər ki, atanın uşaqları danlaması, atanın nəsihətinə, uşaqların səhvini anlayıb anlamaması məsələlərinə yer verilib. Bu fikir yanlışdır. Atanın uşaqları danlamasına aid bir məsələ yoxdur. Nəsihətin verməsi bir məsələ yoxdur. Ata nəsihəti vermir. Sadəcə müəllif özü deyir. Uşaqların səhvini anlayıb anlamaması məsələlərinə də yer verilməyib. Testlərdə uzaq görən obraz kimi götürə bilərik. İskəndərnamədə Nüşabəni, Cahargah əfsanəsində alimi, Anamın kitabı əsərində götürə bilərik Zəhrabəyim ananı. Bu kimi əsərlərdə uzaq görən obrazları da müəyyən edə bilərik. Bu qədər. Yəqin ki, anladınız. Üzündən bir dəfə oxuyub izahı dinləməyiniz kifayətdir. İzlədiyiniz üçün çox sağ olun. Hələlik.